Hacıqabılın igid oğullarından olmuş Yaqubov Hümbət Mərhəmmət oğlu haqqında. Əskər Hümmət Mərhəmmət oğlu Yaqubov. O, 1998-ci ildə sentyabrın 4-də Hacıqabıl rayonu Meyniman kəndində anadan olub. 2005-ci ildə Meyniman kənd Təmorta məktəbin 1-ci sinifinə daxil olub. 2016-cı ildə həmin məktəbi bitirib və 2017-ci ildə həqiqi hərbi xidmətə yollanıb. Həqiqi hərbi xidmətini Mingəçevir şəhərində en saylı hərbi hissədə başa vurub. Minlərlə həmvətənlisi kimi sanki toya yollanan Hümmət 2020-ci ilin oktyabrın 9-da Vətən müharibəsinə qatılıb. Füzuli, Cəbrayıl və Xocavənd istiqamətlərində döyüşlərdə pulemyotçu kimi iştirak edib. Döyüş yoldaşları ilə birgə Qırmızı Bazar kəndi ətrafında mühasirəyə düşüb və qızğın döyüşlərdə son damla qanına kimi vuruşub. 22 yaşlı Hümbət oktyabrın 27-sində həlak olub və noyabrın 30-da Hacıqabıl qəbristanlığında dəfn olunub. Atası Mərhəmə Yaqubov deyir ki, oğlu çox vətənpərvər və heç nədən qorxmayan biri olub. Döyüşə oktyabrın 9-da səfərbərlik tərəfindən çağırıldı. Demək istəyirəm ki, onu yola salanda üzündə kədər, soyuqluq yox idi. Uşaqların üzündə təbəssüm var idi. Elə bil müharibəyə yox, toya gedirdilər. Uşaqlarda elə yüksək əhval-ruhiyyə var idi. Onları vətənpərvərlik hissi aparırdı. Buradan onlar getdilər Ağcabədiyə. Oradan da 15-də Füzuliyə gediblər. Füzulidə olanda danışdıq. Çox şeyləri mən soruşmurdum. Elə şeylər də var idi ki, hərbi sir olduğuna görə demirdi. Anası Laçın xanım deyir ki, Hümmət uşaqlıqdan sözə baxan, heç kimi incitməyən, zəhmətkeş, qorxmaz bir uşaq olub. Əskər yoldaşlarının dediyinə görə bir dəfə güllə yağışı altında qorxmadan gedib əskər yoldaşlarına içmək üçün su gətirib. Mənim oğlum ana-ata qədri bilən, sakit, sözə baxan uşaq olub. Əskər getdi gəldi qismətində müharibəyə getmək də oldu. Danışırdıq, axırıncı dəfə atası ilə danışıb. Atasına deyib, ata, mən heç nədən qorxmuram, Allah qoysa qaydacam, yaxşı olacaq hər şey. Heç vaxt heç nədən qorxmuyub, uşaqlıqdan hər bir əziyyəti də görüb, çətinliklə böyüyüb. İdmançı olub. İdmanla məşğul olardı ki, elə bil müharibəyə hazırlaşırdı. Qollarına güc yığırdı. Döyüşdə Zöhrəb adlı dost, qardaş tapmışdı özünə. Döyüşdə su lazım olub. Qorxmadan gedib gətiriblər. Bacısına deyib ki, atama de ki, qurbanlıq alsın. Sağ-salamat gəlim öz adımdan, əskərlər adından qurban kəsərik. Ata da aldı, mənim uşağıma qismət olmadı. Hümbətqil ailədə 2 qardaş və 3 bacı olublar. Bacısı Əfsanə Yaqubova deyib ki, hər il bayram günlərində bacılarını təbrik edən Hümbət bu dəfə ödə bilmədi. Qardaşımla ünsiyyətim yaxşı idi. Bütün bacı-qardaş hamı ilə mehriban idi. Xasiyyəti yaxşı idi. Təmiz ürəyi var idi. Orada olanda, dedi, Əfsana neynirsən? Dedim, nar yığıram sənin üçün. Dedi, mənim üçün də saxlayın. Zarafatla hamısını yemə, dedi. Dedim, hər şey qurbandı sənə. Tək ki, sən sağ-salamat gəl. Bu 8 mart çox təsirləndim. O, hər 8 mart bayramında mənə hədiyyə alıb təbrik edirdi. Yadıma düşəndə çox təsir edir mənə. Qardaşı İlqar Hümbətin əskərlikdən qayıtdıqdan sonra hərbidə xidmətini davam etdirmək üçün sənəd verdiyini deyib. Qardaşımla bir-birimizə dərdimizi danışardıq. Bir yerdə böyümüşük, uşaqlıqdan bir yerdə olmuşuq. Cəsur bir uşaq idi. Nə onun, nə də mənim heç nədən qorxacağımız olmayıb. Onda vətən sevgisi var idi. Əskərlikdən gələndən sonra hərbiyə sənəd vermişdi. Şəhid olandan sonra cüməsi idi. Cüməsində məktub gəlmişdi ki, hərbiyə qəbul olub. Qismət olmadı. Fəxr edirəm ki, qardaşıyam şəhid. Şəhidin əmisi Sahibxan Hümbətov 1-ci Qarabağ müharibəsinin iştirakçılarındandır. Mən 1993-94-cü illərdə müharibədə iştirak etsəm də, torpaqlarımızın 20%-i işğal altındaydı. Amma mənim oğlumla şəhid Hümbət deyirdi ki, əmi, siz getdiniz döyüşdünüz, amma biz gedib həmin torpaqları düşmən tapdağından azad edəcəyik. Öz torpaqlarımızı qaytaracağıq. Nəyin bahasına oğul olsun vuruşa-vuruşa torpaqları geri alacağıq. Mən bugün bir əmi kimi fəxr edirəm ki, mənim qardaşım balası Hümbət şəhiddir. Oğlum da müharibəyə yollanmışdı. O qaydandan sonra əmisinin yanına gəlib onu qucaqladı ki, əmi, sən fəxr elə ki, sənin oğlun şəhid olub. Mən də o arzu ilə getmişdim, amma mənə qismət olmadı. Əskər Hümbət Yaqubov ölümündən sonra Füzulinin azad olunmasına görə, vətən uğrunda, Cəbrailin azad olunmasına görə, Xocavəndin azad olunmasına görə və Zəngilanın azad olunmasına görə medallarla təltif olunub. Bu kimi məlumatları bilmək istəyirsənsə, kanala abunə olub bəyənib paylaşmağı unutma.